nə qədər calibi heyrət. Hər ölkədə, hər dildə anılmaqda o şöhrət. Hər qülbədə, kaşanədə, viranədə iblis. Həb Kəbədə, bütxanədə, meyxanədə iblis. Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət. Hər kəs mənə aciz qul ikən, bəslər ədavət. Lakin məni təhqir edən ey əbləh-i miskin, olduqca müsəllət sənə bil nəfs-i ləimin. Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan, daim ayaq altında sönüb məhv olacaqsan. Mənsiz də əmin ol sizə rəhbərlik edən var, qan püskürən atəş sovuran kinli krallar, şahlar, ulu xaqanlar, o çılğın dərəbəylər, altın və qadın düşkünü divanə bəbəylər. Min hilə quran tülkü siyasilər, o hər an məzhəb çıxaran, yol ayıran xadimi ədyan. Onlarda bütün fitnə və şər, zülmü xəyanət. Onlar durur ikən məni təhqirə nə hacət. Onlar, bəli onlar sizi çeynətməyə kafi, kafi, sizi qəhr etməyə, məhv etməyə kafi. Mən tərk edərəm sizləri əlan nəmə lazım. Heçdən gələrək heçliyə olmaqdayım azim. İblis nədir cümlə xəyanətlərə bais, ya hər kəsə xain olan insan nədir iblis.